Salam mənim şirin şəkər, ağıllı dostlarım, necəsiz? Dünən bir balaca naxoşlanmışdım, amma indi özümü yaxşı hiss edirəm. Fevralın 10-na olan hava məlumatlarını deyirəm, diqqətiniz məndə olsun. Uşaqlar, Naxçıvan Muxtar Respublikasında yağışlı bir gün sizi gözləyir. Belə hava gün ərzində davam edəcək. Ona görə də nə edirsiniz? Çətirsiz çölə çıxa bilmərsiniz. Qarabağ bölgəsində Xankəndi, Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, eləcə də Daşkəsən və Gədəbəydə sulu qar yağacaq. Belə hava gün ərzində davam edəcək. Gəncə, Qazax, Şəmkir və Göygöldə bir yağış yağacaq ki, gəl görəsən. Məstan görəsən hardadır? Şimal-qərb regionu Şəki, Qazaxatalı və Balakəndə hava yağışlı olacaq. Yadıma düşdü. Məstan qırmızı papaq gilə gedib. Mərkəz Aran rayonlarında yağışlı hava şəraiti müşahidə olunacaq. Dünən Dovşan mənə tərəvəzli şorba gətirmişdi. Buradan ona təşəkkür edirəm. Yəqin indi o da baxır mənə. Hansı Dovşan? Şeirdəki Dovşan. Dovşan, a Dovşan, qaçma dayan, a Dovşan. Bax o. Qolbağ, Sarxaşmaz və ətraf rayonlarda fevralın 10-da əsasən yağıntılı hava şəraiti üstünlüyü təşkil edəcək. Lənkəran, Masallı və Astarada da gün ərzində yağış yağacaq. Ehtiyac olmadıqda çölə çıxmayın və dostlarınızla maraqlı oyunlar oynaya bilərsiniz. Paytaxt Bakıda, eləcə də Abşeron yarımadasında yaşayan dostlarımı qarlı bir gün gözləyir. Bəli, düz eşitdiniz, sulu qar yağacaq. Bunu mən yox, sinoptik dostlar deyir. Uşaqlar, indi sizinlə sağollaşıram. Gedin Bozlarla Alabaşın yanına. Hələlik, sağ olun, sağlıqla qalın.